Elə az olsun, saz olsun. Həmişə mən bunu qeyd edirəm. Bəli, studiyamızda bir qonağımız da var ki, ilk dəfə mənim efrimdə olacaq. Mənə belə deyək, çox əzizdir, çox doğmadır. Ondan telefon bağlantısı biz qurduq. Amma elə bildim ki, illərdir mən o insanı tanıyıram. Bir böyük qardaş kimi qəlbimdə bir məhəbbət yarandı, sevgi yarandı. O da mənim el oğlumdur. Elə təxəllüsü də el oğludur. Səhnələrə yaraşan öz gözəl ifaları ilə əsl sənət təbliğ etdirən, nümayiş etdirən mənim el oğlum, Ağsafalım, Oktay Eloğlunu dəvət edirəm öz ifasıyla. Sabahınız xeyir. Sabahınız xeyir olsun, mənim əziz bacım, dəyərli bacım, hər iki həmyerlilərim. Mən
cümlə ekran qarşısında əyləşən bütün tamaşaçılarımıza sabahın xeyir olsun deyirəm. Hər zaman sabahların nur içində asılsın. Çox sağ olun ki, Günay xanım bu günləri bu dəyərli verilişinizdə bizi də kənarda qoymamışsınız, bizi dəvət eləmişsiniz. Biz də çalışacağız ki, bugün bu gözəl verilişdə gözəl musiqilərimizlə dəyərli tamaşaçılarımızı feyzə bilək, qəlbini oxşayaq. Teşekkür ederim sana Oktay. Bir şey mənə maraqlıdır və efir boyunda da sənə sual verəcəm. Amma indi yeri gəlmişkən demək istəyirəm. Bir müddət sənət ara verdikdən sonra ilk dəfədir də mənim efirim seçim. Çünki bayaq biz kulisdə arxada olanda dedin ki, bəzi də efirlər var ki, maşallah olsun gündən mənim dostlarım da həmkarlarımın efirlərində olacaqsın, amma ilk mənim efirimi seçməkdir sənətə qayıdarkən. Sənətindəsən, amma efirdən uzaqlaşmışsın. Bəli, Günay xanım, demək olar ki, həyatımda mənim bir dönüş oldu. Ondan sonra mən biraz musiqidən kənarlaşdım, getdim rayonda çox qaldım. Sağ olsun dəyərli ətrafda olan dostlarım, elə o dostlarımın sayəsində mən bu günləri yenidən qayıtdım. Günay xanım, bizim aksafalımız, gözəl, dəyərli bir qardaşım, Əliyev Sadiq bizi izləyir. Onun da balası Nərgiz balanın 8 yaşda olan olur. Mən elə ürəkdən təbrik edirəm onu. Bir də mənim qızımın Şəmər Bəlanın az gün oldu. 2 gün bundan qabaq. Bəli, bəli. Bu günlərdə mənim anamın adını daşıyan Kifayət Balanın qardaşımın qızının olan günüdür, təbrik edirəm. Bir də üzr istəyirəm, Elçin balamızın ad günüdür. Orxan qardaşımın, mənim bacım oğlu, Orxanın oğlu Elçin ad günüdür. Onu da təbrik edirəm. Həmsinə göz aydınlığı, Mələsi Pərvanə xanıma göz aydınlığı verir. Biz də qoşuluruq təbriklərə. Allahdan hər birinə uzun ömür, can sağlığı, xoş günlər arzulayırıq. Elə birazdan burada bizim gözəl görsək xanımımız Ayda xanımı da təbrik edəcək. Ayda xanım. Ayın 10-u. Buyurun, ayaqda qalmayın. Çox gözəl. Ayda xanım, mən də təbrik edirəm. Buyurun, əyləşin. Bu günləri elə efirimizdə sənin bu şirinliğini də bərabər nuş edəcək. Doğum günündə də